Mən Rafiq Bayramov, 35 ildir bu sənətdəyəm. Sənətə də gəlməyimin səbəbi dostum Saz Hacının sayəsində olub. Biz dost olmuşuq, sonra da usta şagird olmuşuq. Mən işimdən də narazı deyiləm. Yaxşı ustanın işi həmişə var. Baxmayaraq ki, smart saatlar çıxıb, nə bilim, indi bu dəqiqə hara baxırsınız saatlardır. Onlara baxmayaraq, yaxşı ustanın işi həmişə var. O vaxt başqa idi. İndi şəhərdə belə götürəndə normal 5-6 dənə usta olar. Normal usta. O saata remen dəyişməkdir, şüşə dəyişməkdir, element dəyişməkdir. Bu ustalıq, saatsazlıq deyil. Burada bizdə dəqiq mexanizmadır, səhv eləmək olmaz. Təsəvvür elə ki, bir saatı sökəndə, təmir eləyəndə onun bir şeyini itirsən və yaxud sındırsan, bilirsən ki, ondan sən tapa bilməyəcəksən. Belə saatlar var ki, böyük saatlardır. Müştərilərin əksəriyyəti məişətdə istifadə olunan o duru yağlardan tökürlər içinə. Onu da tökdün içinə, da saat bərbad günə düşür. Təsəvvür elə ki, eləncənə saatların təmiri üçün. Elə qiymət demişəm ki, müştəri saatı götürüb çıxıb geçsin. Amma müştəri razılaşıb, hətta artıq da deyib ki, qoy saat bərpa olunsun. Düzdür, vaxt elə eləyib. Amma ki, bərpa olunub. Bu sənətə yiyələnmək istəyənlər olub, hətta mənim də yanımda olub. Amma ki, necə deyərlər sizə, elə bir dözümlük göstərməyiblər, elə bir dözməyiblər, səbirləri çatmayıb və uzaqlaşıb, çıxıb gediblər. Valla, mən belə zamanəyə görürəm, təzdən öz cavanlığıma qayıtsaydım, yəqin ki, yenə saatsaz olardı. Maraqlı sənətdir. Saat 9-dan belə götürəndə 7-yə kimi burada oluq. Bunu çalışırıq ki, günün çox vaxtlarını ora-bura getməyək, işdə olaq. Buradakı avadanlıqlar demək olar ki, özüm də almışam, çoxdandan mənə qalır da qədimi saatlar olub, arzulamışam. Bunu səbir çatmayıb saxlamamışam, ya onu detallarını istifadə eləmək üçün sökmüşəm və yaxud da kiminsə xoşuna gəlib, bir yaxın adamın, hansısa bir yaxın müştərinin ona demək olar ki, belə götürəndə ya satmışıq, ya da ki, hədiyyə eləmişik. Sayəsindən, sənətindən, vəzifəsindən asılı olmayaraq, müştərilərin əksəriyyəti elə mənim dostumdur. Ölməz bir sənət. Nə qədər ki, zaman var, vaxt var, saatlər də olacaq.